Bugün biz Əsrin Ziyaları komandası olarak, ITV Yayım şirketi olarak, Medya Yayım şirketi olarak, ben ITV Yayım şirketinin baş direktörü olarak bizim de dostlarla, yoldaşlarla bir araya geldim. Çay süfresi arkasında, etrafında dostlarımdan şiirler dinledim. Sonra bizim Əsrin Ziyaları jurnalı ışığımızı gördü. Burada Nurəddin Şahdavaroğlu. Onun burada bak ne kadar şiirleri ışığımızı görübdü. Sonra Adil Məlim Ağayevin ışığımızı görübdü barəsində. Sevilə-sevilə oxunmaqda oldu jurnal. Sonra İlyas müəllim də bu dəfə olan bizim xüsusi müxbirimizdir. O barəsində də yazı götürmüşük. Ziyalı insanların barəsində bu jurnalımız tez-tez işimizi görür, xalqımıza çatdırılır. Burada da gözəl kollektivimiz var bu jurnalda. Sahibə xanım, Məlikə Göyçəli mən başda olmaqla. Çox sayılı ziyalılarımız, Adil Ağayev başda olmaqla. Ondan Nurəddin müəllimin özü. Ondan sonra gözəl insanlarla bir gəl, müxbirimizlə bir gəl. Yəni ben güzel yazılar yazırıq, oxunaqlı yazılar yazırıq. Tez-tez ayda 2 dəfə bu jurnalımız çıxır. İndi də Adil müəllim barəsində, Adil Ağayev barəsində, eləcə də şair Nurəddin müəllim barəsində yazı çıxır. Onu gətirdim mən bir baş direktör olaraq özlərinə təqdim elədim və Nurəddin müəllimdən bir şiir payı istəyərdik bugün. Olar mı Nurəddin müəllim? Ulan çok sağ olun. Her birinize teşekkür ediyorum. Çok sağ olun. Çok sağ olun. Değerli hanımlarınız, siz bizim şehirleri şuuzu zahmet çekip gördünüz. Yazdırdığınıza göre. Size teşekkür ediyorum. Yönetmeniz adımdan da, dostlarımın da adımdan da. Hakikaten bir mənşus adam için istediğim dostlarla. Buyurun. Ona göre Ulu Tanrı'dan arzu ediyorum ki her biriniz var. Şiir payı Danıştığınız sözün cevabı, gördüğünüz işin neticesi hemşe sizle beraber dostlarınızı seviyoruz. Çok sağ ol. Deyirəm, günler bizsiz gəlib gedir. Zamanı elə tələb edir. El obana xeyir yetir. Hadi mənim. El obana xeyir yetir. Əsl insan. Bəli. Vaxt gələcək, qocalacaq. Kim də dinləyir? Vaxt gələcək, qocalacaq. Qara torpaq baz alacaq. Bu dünyada ad qalacaq. Əsl insan. Yaltaqlığın yeri yoxdur. Müvəqqəti çörək çoxdur. Mən qardaş, ac olsan da könlün toxdur. Əsl insan. Hər bir dərdə dözərsən sən, saçlarına düşsə də dərd, Nurəddin də olacaq, dostları əsl insan. Mən dostların yanında hörmətdən düşərəmsə, o gün ölümünə ərman verir. Siz gözəl şairsiniz. Mən dost tutanda da həqiqi mənada qəlbi düz, əməli düz, akıllı, kamallı, qeyrətli, bütün insanlar olsun. Onu da təhqiqəti və rayonun əksər insanları belə şair olsun. Birində deyim ki, buyurun. daha mən sizə söz verdim, yayda Gədəbəyə gedək inşallah. Quz kəsmək olacaq. İmam izi, pir qulağı, paşadurla mərd oylağı var əsli Gədəbəy. O zona gedək, indi deyirəm, Şərtlə bu rejissor balamızda. deyirəm, ay aşıq, yubanmı götür əlimə. Aha. Könlümün sazını çal Gədəbəydə. Bax ağarmıqlıqdan dağlara sal, dönüşdü cənnətə çöl Gədəbəydə. Ay, ay. Hər daşı yerində dayaq durubdu. Yigitlər səngərdə oyaq durubdu. Çoban örüşdə ayıq durubdu. Dostlar açıqdı, yox, Gədəbəydə. Allah ne güzel. Şah düzündən keçək Qazaq yurduna. Bir kabab da çəkək, fıstıq qorunam. Şərbət əvəzinə, bulaq suyuna mehman olacaq, boy Gədəbəydə. Böyle çox şahlar gəlib də gedir. Şah talada Şah İsmail, Şah talada ovçu yapını verir. Qoçaq Məcid özü özünü öldürür, Nurəddin əlinə cəng Gədəbəydə.
bütün elimiz, Eşit xalqımız, olsun gene ben. Azərbaycanımızın Evet. hamısı Olsun üçün Azərbaycan var. xalqı. Çok sağ olun müəllim. Bir Eşit daha olsun bizim Adil Sağ müəllim. olun. Buyurun bir şey. bir daha Şahit verəsin. müəllim. Yəni ilk dəfədə mən bizim AKP rəhbəri kanalı rəhbəri Məlikə xanım minnətdarımız Çox sağ olun. Mən neçə il bu yaşım. Biz bir yerdə kollektivimizdə birləşdik, kollektiv Söz rəhbəridir. Mən buna minnətdarlıq bildirirəm. Və buradan Ben de sizden fəxr edirəm. sağ olun müəllim, çox sağ olun. Ziyalı insanları bir araya toplamakta birincilerdensən. Allah Həmişə razı olsun. ətrafımızdasın. Sağ olun müəllimlər, çox sağ olun. Yəni sizə bir minnətdarlığına bağışlayın məni. Yəni bu Nurəddin müəllim, yəni mənim yaxın dostumdur, dəyərli şairdir, dəyərli müəllimdir. Birinci növbədə mən həmişə bir söz demişəm ki, insan həyatda müəllim olsun istəyir, həkim olsun, insan olmalıdır. Və bu insan kimi bizim ürəyimizdə həmişə bunun yeri var. Allah ona can sağlığı versin və yazar bir insandır. Ona mən həmişə şeirlərini dinləmişəm. Allah ona can sağlığı versin. Allah Ne yaxşı ki bir şair bizlə dost elədi. sağ olun. Allah sağ olun. İlyas müəllimələr can sağlığından bir də bizim Bir daha da teşekkür ederiz söylemek istedim ki bizim Hüsnü Müxbirimiz İlyas müəllimi də ITV kanalında yani gətirib onun barəsində jurnalımıza, qəzetimizə, kitabımıza səhvə onun barəsində gözəl yazılar yazmışıq, şeirlər yazmışıq. Yani siz həmişə ziyalı insanları bizlərlə yani dəyərli eləyib bizlərə cəmləşdirirsiniz. Məlikə xanım, Xalqımız da Çox siz sağ olun, gətirən Məlikə yazıları sevə-sevə oxuyur, Çox sağ olun. eləyir. Kanalımıza da ziyalı belə insanlar, şəxsiyyətlər dəvət edirsiniz. siz o Göyçə mahalından ona görə də bir ürəyim coşdu gibi Göyçəyə də bir şey. Deyirəm, kəsirik yolları xəstə üçün. Can. Bağlanı fəryandan yolu Göyçənin, dığalar səngərdə baş-başa deyil, həsrətdən soruq. Sağ olun müəllim, sağ olun. Sağ olun, sağ olun. Çevrilip yan üstə məzardaşları. Hə, qurumur gözlərin axan yaşları, köməyə çağırılan qan qardaşları, açılsın qanadı, bol Göyçə. Sağ olun müəllim. Mənim Çox sağ olun. Nurəddin düşünür dediği sözü, Arifi seçməyə layiqdir özü. Böyükçe Daş olub xalayar erməni gözü, 100 şeytandan köç cinsi yaşlıdır. 100 şeytandan Allah yaddaşını. Çox sağ olun müəllim. Çox sağ olun. Sağ olun. Minnətdarlıq. Şöhrət müəllim.